Alacaqlarımın toplanmasını başqasına həvalə elədim. Bəli, söhbət faktoring məhsulundan gedir. Təsəvvür eləyək ki, məhsullarımızı nisiyə satmışıq. Müştərilər orta hesabla bizə 60 günə pul ödəyirlər. Hər hansısa bir səbəbdən təcrübəm yoxdur, bacarmıram, vaxtım yoxdur, alacaqlarımın toplanmasını başqasına həvalə eləmək istəyirəm. Faktoring şirkəti yaxınlaşır, müştəri siyahımı ona təqdim edirəm, mənə iki seçim verir. Birinci seçim, siyahı üzrə problemli, problemsiz, müştəri ayırt etmədən alacaqların hamısının toplanmasını üzərinə götürür. Yəni şübhəli borclar, ümidsiz borclar, alacaqlar, bunlarda heç bir fərq qoymur. Hamısının toplanmağına mənə sanki zəmanət verir. Ala bilməsə belə pulunu özü ödəyir. Bu adlanır non-recourse basis. Recourse basisdə isə siyahı üzrə toplaya bildiyi məbləğləri mənə ödəyir, ala bilmədiyi alacaqları mənə təkrar geri qaytarır. Bu adlanır recourse basis. Məlum məsələdir ki, non-recourse basisdə komissiya məndə daha az risk saxladığı üçün daha yuxarıdır digərinə nisbətdə və praktikada bunun maliyyələşmə təklif edən versiyası da var. Axı biz müştəri ilə 60 gün razılaşmışdıq. Faktoring şirkəti mənə pulu qabaqcadan ödəyir, deyək ki, birinci və ya ikinci gündə. 60 gün sonra müştəridən pulu alanda faizi, əsas məbləği tutur, geri qalan məbləği mənə ödəyir. Və faktoring məhsulundan istifadə şirkətlərin dövriyyə vəsaitinin, yəni working capitalının idarə olunması üçün bir vasitədir. Bütün şirkətlər bundan istifadə etməlidir deyə bir məcburiyyət yoxdur.